bu qədər dəvə ətini hardan tapırlar? Siz bu dəvə ətini hardan alırdınız? Mümkündür o qutabın hazırlanmasına baxaq, yoxsa həm işləmir deyirsiniz, həm də orada ofisiant yemək aparır müştəriyə. Mən də deyirəm ki, o əti hardan almışdınız? Bu günlərdə Ağta tərəfindən bəzi restoran və kafelərdə aparılan araşdırmalar zamanı vətəndaşlara dəvə qutabı adı altında təklif olunan məhsulun tərkibi ilə bağlı müəyyən şübhələr yarandı. Dəvə qutabı adı ilə istehlakçılara təqdim olunan qutabların tərkibində istifadə olunan ətlərin mənşəyi və təhlükəsizliyi barədə sənədlərin mövcud olmadığı məlum olmuşdur. Bu da istehlakçıların hüquqlarının pozulmasıdır. Əgər bu obyektlərdə, restoranlarda təklif olunan dəvə qutabının tərkibindəki dəvə ətidirsə, obyekt sahibləri bu qədər dəvə ətini hardan tapırlar, hardan alırlar və ümumiyyətlə ölkədə bu qədər dəvə varmı? Siz bu dəvə ətini hardan alırdınız? Məşdə qədər adam var o. Yəni bu qədər dəvə əti tapmaq olurdu, mümkün idi. Bilmirəm, o şey deyir, mən bilmirəm onu. Yox, siz bilməzsiniz də, yəni mən bilmirəm. Əgər siz deyirsə kilosu neçəyədir? Mal ətindən baha idi o. Mal ətindən bahadırsa, qutab nədə olur məsələn neçə olsun? Olsun məsələn 1 manat, 2 manata. Sərf eləyir onu hazırlamaq yoxsa? Bilmirəm, o şey indi bilmirəm. Dəvə qutabı bişirəndə tərkibindəki dəvə ət olur yoxsa? Əvvəl olub, indi dəvə bizdə yoxdur. Dəvə ətin hardan alırsınız? Neçə illərdir Maştağadan dəvə əti dənizqıranda satılır. Neçə alırsınız və yaxud da qutab neçə satırsınız? Qutabı satırıq 1 manat 20 qəpiyə. 10 kilosu neçə alırsınız? Kilosunu alırıq 20-22 manat arası qiymət dəyişir. Bəs ölkədə bu qədər dəvə var yoxsa? Məlum olacaq ki, dəvə əti yəni gəlir. Mümkündür o qutabın hazırlanmasına baxaq, yoxsa icazə yoxdur? Mümkündür, problem deyil. Yəni Baxa bilərik. hal-hazırda sizin ət qutabı bişirə bilərəm, qarın qutabı yox. İndi hal-hazırda dəvə qutabımız yoxdur, ətimiz qutarıb, yəni dəvə ətimiz qutarıb. Aktan araşdırması var idi, bilirsiniz də. Yəni bu restoranın adı var idi ki, dəvə qutabının tərkibində şübhələr var. Deyirsiniz ki, şübhələr var idi. Yəni mən də deyirəm ki, o əti hardan almışdınız? Aktan araşdırması zamanı məlum olmuşdu ki, dəvə qutabının tərkibində dəvə ətinin olması ilə bağlı şübhələr var. Və biz də gəldik sözü gedən restorana və restoran nümayəndəsinin bizə qarşı hərəkəti qapını bağladı, çırpdı, içəri girdi. Bu qida reglamentinə əsasən, qanunvericiliyə əsasən food fraud, yəni qida hiləsi deməkdir. Mal ətinə dəvə əti daha şirin olduğu üçün şəkər tozu əlavə edirlər. Dəvə ətinin rəngi tünd olduğu üçün ona müxtəlif qida boyaları əlavə edirlər. Ətə struktur verməsi üçün pi əlavə edirlər və ya bitki yağları əlavə edirlər. Kimyəvi olaraq və ya mikrobioloji olaraq əti daha da yararsız hala salır və insan sağlamlığını təhdid edir. Ölkədə cəmisi 350-400 baş dəvə saxlanılır. Dəvəçilik Azərbaycanda geniş yayılmayıb. Buna görə də dəvə ətinin ümumi ət istehlakında payı yox səviyyəsindədir. İdxal-ixrac rəqəmlərində baxanda da nə diri dəvə idxalından bağlı rəqəmlərə rast gəlmək olur, nə də kəsilmiş formada dəvə ətinin ayrıca statistikasına, idxal statistikasına rast gəlmək mümkün deyil.